Vloguma xoş gəlmisiniz. Yağışlı bir gündən sizi salamlayıram. Bugün işlərim çoxdur. İstədim ki, yeni bir vlog başladım və gəlin birlikdə o işlərimizi görək. Əvvəlcə nə edəcəyimizi sizə deyim. Keks bişirmək istəyirəm keçən Alina üçün. Bundan sonra yemək hazırlayacaq gün ərzində. Alina üçün də ayrıca sup hazırlayacağım. Bunların hamısını da sizin üçün çəkməyi düşünürəm. Əvvəlcə amma yaşıl çay dəmləmək istəyirəm. Neçə gündür yaşıl çay içmirəm. Mən bundan istifadə edirəm. Əgər maraqlıdırsa sizə, hələ ki bir faydasını görməmişəm, amma bir paçkanı heç olmasa istifadə etdikdən sonra bəlkə sizə nəsə deyə bilərəm. Hələ ki, baxın, bu qədər qalıb. Çox az istifadə etmişəm. Gündə bir dənə içirəm, bir dəfə. Çox içməyi düşünmürəm. İndi çayımı dəmləyim. Bunları da gətirdim. Əvvəlcə bizə lazımdır yumurta. Qızlar, vlogumun bu hissəsinə çatdığım zaman gördüm ki, artıq özüm də yoruluram. Çünki ətrafdan gələn çoxlu səslər var idi və mən də vlogu tezləşdirdiyim zaman bu çox pis vəziyyət alır. Buna görə də burada çalışıram ki, üstündən danışım, səs yazım və sizi maraqlandıran bəzi suallarınıza cavab verim. Buna görə də sualları əvvəlki vloqlara yazdığınız suallardan seçəcəm və ən çox mənə hansı suallar gəlir, bunlar haqqında istəyirəm ki, sizə də açıqlama verim, həm də sizin üçün də maraqlı olsun. Qızlar, əvvəlcə onu qeyd etmək istəyirəm ki, mən sizə buradan təşəkkür etmək istəyirəm, sevgimi sizə çatdırmaq istəyirəm. Çünki mənə gələn mesajların, rəylərin 90%-i həmişə müsbət yönümdə olur. Yəni izləyicilərim mənə, Alinaya olan sevgilərini həmişə ifadə edirlər. Buna görə sizə əvvəlcə təşəkkür etmək istəyirəm və köhnə vloqumdan, yəni bundan əvvəl paylaşdığım vloqdan gələn bir neçə rəyi burada cavablandırmaq istəyirəm. Gələn rəylərdən biri Alinanın yemək yeməsi ilə bağlıdır. Onu da deyim ki, tez-tez izləyicilərim mənə bu sualları verirlər. Buna görə də fikirləşdim ki, öz fikrimi sizinlə də bölüşüm. Yemək yeməsi ilə bağlı Alinanı mən əvvəldən belə danışım ki, Alina ana südü ilə qidalanır və hal-hazırda ana südü yemir. Mən yaş yarıma kimi çalışdım Alinaya ana südü verim və bu vaxta kimi normal şəkildə gəlmişik. Amma son zamanlarda hiss etdim ki, Alinanın yuxusuna çox pis təsir edir. Buna görə də bu süd mövzusunu artıq bağlamalı olduq. Bunu da mən əvvəlki vloqlarda, siz əgər maraqlıdırsa mövzu, əvvəlki vloqlarda paylaşmışam. Oradan keçid edib izləyə bilərsiniz. Bundan başqa digər yeməkləri yeməsi məsələsinə isə mən Alinanı çox zaman məcbur etmirəm. Yəni ki, telefon verim, televizor açım, yəni məcbur edeyim ki, mütləq bu yeməyi yeməlisən. Yox.
Alinanın sevdiyi bəzi yeməklər var. Məsələn, suplar arasında ən çox sevdiyi xırda vermişelli supdur. Yəni ki, içində xırda makaronlar olan belə supları sevir. İçinə biraz ət də qatıram, dadlandırıram və bu formada da yeyir. Bundan başqa isə əvvəllər məsələn pankek yemirdi, amma son zamanlarda bişirdiyim pankeki də yeyir. Yəni belə kekslər də eləyirəm. Çalışıram ki, 2 yaşına kimi və 2 yaşdan sonra da nə qədər davam etdirə bilsəm, paket qidalardan, yəni şirniyyatlardan ola bildiyincə uzaq saxlayım. Məncə bu daha yaxşı olar. Bu arada burada sizə evin vəziyyətini də göstərirəm. Mən təmizliyə başladım. Sadəcə sıxıcı olmasın deyə o hissələri çox çəkmədim. Qızlar, kekslər də demək olar ki bişir. Yuxarı hissəyə qoydum ki üstləri qızarsın. Amma mən də bu arada boş dayanmamışam. Bütün evi tozsoranladım. Bütün otaqları. Tozsoranı da sildim, içini filan dəyişdim. İndidən hazır qoydum ora. Bundan sonra isə sizə işlərimi də deyim. Bir dəqiqə belə dayanmamışam. Paltarları atmışdım yuyulsun. İndi onlar bitdi. Burada bir dənədir ağ. Bunu atmayacağım. Amma Alinanın paltarları var. Burada qoymuşam. Onları atacağım yuyulsun. Və paltarlara da bundan istifadə edəcəm. Alinanın paltarlarına. Yəni həm digər paraşokdan, həm də bundan istifadə edəcəm. Birazca da ağartsın deyə. Burada da mən zibil qabının içine atdıq. Yeni paket lazım idi. Buna görə də buranı açdım. Gördüm ki, burada bərbad vəziyyətdədir. Buna görə də bunları çıxardım. İndi çıxarıb bir-bir bunların içində lazımsız hər şeyi atacağım. Bu paketləri də düzənləyəcəm. Amma əvvəlcə bundan vacib işlərim var. Əvvəlcə paltarları sərmək lazımdır. Çünki hava hər an yağa bilər. Yəni çox pis bir hava var. Bilmək olmur nə olacaq. İndi kekslərə baxım. Hansılar tam bişibsə onları çıxarım. Bura baxın bu arada nə qədər qaldı. Çoxsunu Alina yeyib. Təsəvvür edin. Yəni Alina bunu çox sevir. Bugün də mən günorta yeməyi verməmişəm. Ancaq bununla idarə etdi. İndi başlayacağım, amma bu işləri bitirdikdən sonra isə yemək hazırlamağa. Yeməyi də elə burada eləyəcəyik bir yerdə. Kızlar, indi mən bunları yerləşdireyim. Çünki yemək hazırlamaq lazımdır. Alinanı yatırmaq lazımdır. Paltarları sərdim. Alinanın paltarlarını atdım yuyulsun. Kekslər hamısı pişdi bu arada. Yaxşı ki yadımdan çıxmadı. Baxın biraz rəngi tündləşdi, amma pis deyil. Yaxşıdır. Digərlərindən seçilmir. Yəni bunlar sonradan pişənlərdir. Baxın. Az qala yadımdan çıxırdı. Belə hər yer tərtəmiz. Qaldı bir dənə yemək hazırlamaq, o hissəni belə toparlamaq. Başqa da elə bir şey yoxdur. Bunları tez yığım bura. Lazımsızları atım. Çünki çox paket yığılıb buna görə. Qızlar, bilmirəm mənim cavabım sizi qane etdisə, əgər yenidən sizdə hər hansı bir sual yaransa, Alinanın yeməyi mövzusunda suallarınızı çəkinmədən verə bilərsiniz. Yəni bizim təcrübəmiz bu formadadır. Mən nə isə məcbur etmirəm. Yenə də dediyim kimi, onsuz da yeməklərini günorta, səhər, yəni axşam nə yeməklər yeyirik, çox zaman mən onları sizinlə vloqlarımda bölüşürəm. Yəni ancaq evdə bişən yeməklər, xüsusi bir yemək hazırlamıram. Bəzən olur ki, məsələn mən sup yeməyi çox sevmirəm, amma Alina üçün hazırlayıram. Yəni ancaq bu formada. Yəni ekstra etdiyim bir şey yoxdur. Bundan sonra isə keçirəm artıq ikinci suala. İkinci sual isə mənim kilomla bağlı idi ki, dietam necə gedir? Onu deyim ki, mən başladım diyetaya 74 kiloda. Hal-hazırda 69 kilodayam və kilom dəyişməyib. Hələ də bu kiloda qalmışam. Bu da onunla əlaqədardır ki, artıq yay gəlib. Hər gün dondurma yemək, nə bilim qarpız, yemiş, artıq bu meyvələri yeməkdən məncə ən çox kalorini, həm də mən çox zaman günorta çox şey yemirəm. Ancaq axşam yoldaşım gəldikdən sonra nəsə yeyirik. Düzdür, bu günlərdə yenidən başlamışam diqqət eləməyə. Amma onu da deyim ki, mən diyeta saxlamıram deyə, yəni nə istəsəm yemirdim. Diqqət eləyirdim, çörək yeyirdim. Məsələn, səhər yeyirdimsə, günorta yeməməyə çalışırdım.
Yəni bu formada. Buna görə də mən çəki almamışam. Elə düşdüyüm çəkidə, yəni 69 kiloda qalmışam. Amma fikirləşirəm ki, 9 kilonu da mən verməliyəm. Çünki istəyirəm 60-a düşüm və 60 kiloda da qalım. Bundan sonra isə ən çox gələn suallardan biri harda yaşadığımızdır. Qızlar, bəzən olur ki, mən əvvəlki vloqlarda demişəm, sonradan deməyi unuduram ya da təkrarçılıq olmasın deyə hər vloqda demirəm. Yəni ona görə də belə sual-cavab olduğu zaman çalışıram ən çox gələn sualları cavablandırım. Bakıda yaşayırıq, hal-hazırda Nərimanovdayıq. Yəni bundan başqa bilmirəm başqa nə deyim. Evlə bağlı suallar gəlir ki, kirayədir yoxsa öz evinizdir? Öz evimizdir, yəni kirayə deyil. Sual gəlmişdi ki, keçən vloqda yeni paltarları göstərdiyim zaman bir izləyicim də yazmışdı ki, yeni aldığınız paltarları yumursunuzmu? Yəni o vəziyyətdənmi istifadə edirsiniz? Qızlar, yox, çox zaman mən çalışıram ki, paltarları yuyum. Yəni çalışdıqca da hər zaman olmasa belə çalışıram ki, əsasən də Alinanın paltarlarını mütləq şəkildə yuyum. Öz paltarlarımı da yuyuram hər zaman. Sadəcə belə nəsə bir vaxt ola bilər ki, hansısa paltar vacib olsun, mən onu geyinim. Amma yəni normal vaxtlarda mən də yuyuram. Çünki mən universitet illərində özüm dərzi işləmişəm. Bakıda ən böyük tikiş fabrikində işləmişəm. Buna görə də bilirəm ki, paltarlar tikilərkən hansı, yəni mərhələlərdən keçir. Buna görə də çalışıram ki, aldığımız yəni sizə də məsləhətim, təzə paltarı yuyasınız. Əgər sizə bu mövzuda maraqlıdırsa, mən gələn vloqlarda, yəni əvvəlki iş yerlərim haqqında filan sizə maraqlı olsa danışaram. Bu arada mən psixologiya üzrə təhsil almışam, yəni psixoloqam. Sadəcə bir müddət tələbəlik illərində dərzi işləmişəm. Yəni qısa bir müddət də deyildi. Təxmini 2 il, 2 il yarım bu sahədə çalışmışam. Qızlar, bu arada yeməyimi də qoydum bişməyə. Yeməyim artıq demək olar ki, hazırdır. Əsas mərhələni keçdi. Bundan sonra qabların üstünü də belə salfetlə silirəm ki, yağ filan olmasın, təmiz olsunlar. Burada artıq demək olar ki, işlərimi bitirirəm, qablarımı filan yuyacam, biraz rahat olacağam bundan sonra. Bu arada mən unutmuşam ki, sizin üçün yeməyin son halını çəkim. Yəni artıq yəqin ki, siz də təsəvvür edirsiniz. Onsuz kanalımda belə yeməkləri çox paylaşmışam. Bu arada çox dadlı alınmışdı. Düzdür, əti az idi, amma yəni yemək dadlı idi. Burada da qəndi boşaldıram. Bundan sonra isə geyinirik, hazırlaşırıq, düşürük aşağı. Alina biraz hava alsın. Biz ən çox aşağı düşürük Alinaya görə. Çünki hər gün Alina çıxıb hava almalıdır. Evə qayıtdıqdan sonra isə sizə kombinimi burada göstərirəm. Bu koftanı da təzə almışdım. Sizə göstərməmişdim. Dedim ki, belə olmaz. Yəni izləyicilərim görmədən mən bunu geyinə bilmərəm. Buna görə də sizə göstərirəm. Bu arada
2 rəngini almışam. Digər rəngini də növbəti vloqlarda sizə göstərərəm. Belə axşam da bunları niyə etdik bilmirəm. Belə leys almışdıq. Özdə 2 dənə orta boy almışdıq. Meyvəmiz filan, oturduq yoldaşımla yeməyə. Və gün ərzində mən demək olar ki, çörəksiz yemişdim ki, axşam nəsə yesəm, heç olmasa o kalorini dəngələyə bilim. Yəni bilmirəm, yanlış düşüncə olduğunu bunun bilirəm. Sonra isə qızlar fikirləşdim ki, həmin günü vloqum çox az oldu. Buna görə də növbəti günü biz mamamgilə gedərkən mən də fikirləşdim sizin üçün çəkim. Çünki mamamgildə yeni bir qonaq var idi. Bu ördəyi bacım qızı gətirmişdi. Kənddən pay vermişdilər. O qədər yazığım gəldi bu ördəyə. Çox sevir heyvanları bacım qızı, pişiyi, it. Yəni onun üçün heç bir fərqi yoxdur. Ördəyi, cücəni neçə vaxtdır ki istəyirdi. Rayona getdiyi zaman da, yəni belə bir pay veriblər, o da gətirib baxırdı. Çox gözəl qulluq eləyirdi. Yəni çox sevinirdi. Alina düzdür bir müddət qorxdu, yaxınlaşa bilmədi. Ondan sonra nisbətən öyrəşdi. Bundan sonra isə belə bir balaca həyət var. Bu arada mamam kirayə qalırlar. Əvvəlki vloqlarımı izləyənlər artıq bilir. Belə bir həyət var, kiçikdir. Ora buraxdıq ki, ördək biraz gəzsin. Amma ördək bizim başımıza bir oyun açdı. Bu pişikdən də qorxurduq ki, gəlib birdən ördək yeyə bilər ona görə. Amma ördək yəni qaçıb getmək istəyirdi. Çox, yəni güc bəla ilə onu evə gətirmişik. Kaş o hissələri də çəkərdim, amma o qədər qorxu hiss elədim ki. Özümlə birlikdə bayaqdan iş görürük. Gəldik mamamgilə. Burada da aşımızı qoyduq. Bu dəfə fərqli bir üsulla qoymuşam. Əgər yaxşı alınsa sizinlə də paylaşacağım. Burada isə bacım belə bir yemək hazırlayır. Badımcan, pomidor və biber soğandan ibarətdir. Kartofu da ayrıca qovurub. Bu ətlər isə gözləyir. Səbzi plov edəcəyik ilk dəfə. Burada isə qarğıdalımız qaynayır. Buranı aça bilmirəm, qaynardı. Belə. Qızlar, göyərtini qoydum suya. Özüm də gəldim. Bu otağı biraz yığışdırım. Burada belə bəzi şeyləri Alina tökmüşdü. Bunları da yığaq. Belə. Başqa da elə bir işimiz yoxdur. Əsas yeməklərdir. Yeməklər hazır olsun. Qızlar, bilmirəm bu vlog sizin üçün necə oldu. Mənim üçün sizin düşüncələriniz çox-çox vacibdir. Buna görə də çəkinmədən bütün fikirlərinizi yazsanız sevinərəm. Mənə yeni ideyalar versəniz sevinərəm. Çünki mən fikirləşirəm ki, sizin üçün hər şey təkrar olmasın. Hətta fikirləşirəm ki, mamam birə gəldiyim zaman burada hazırladığımız yeməkdən tutmuş təmizliyi filan belə nə etsək bunları da çəkim. Əgər sizə maraqlı olacaqsa gəldiyim zaman bunları da çəkərəm. Həm də kanalımda fərqli bir vlog da olmuş olar. Əgər sizə maraqlı olsa dediyim kimi edəcəm. Yox, maraqlı deyilsə bunu da yazarsınız. Burada kiçik belə hissələr çəkdim. Çünki ştativimi gətirməmişdim. Mənim üçün də belə çəkmək çətin olur. Burada çalışıram ki, ortalığı biraz səliqəyə salım. Çünki uşaqlar çox dağıdırlar. Yəni biz gəldiyimiz zaman hər yer tərtəmiz olur, amma bir müddət keçir və uşaqlar ortalığı bir-birinə qatırlar. Buna görə də hər zaman gəldiyimiz zaman əslində bunları edirik. Çünki insanın gözü bir yerdən sonra yorulur. Yəni təmiz bir yerdə oturub yeməyi ya da çay içməyi istəyirsən. Amma uşaqlar oyuncaqları tökürlər, sonra yığırlar yenidən. Bu proses neçə dəfə davam edir. Mən də burada başladım. Süfrəni başladım belə hazırlamağa. Yemək yeyəcək bundan sonra. O hissələri də bacardığım qədər sizin üçün çəkmişəm. Növbəti vloqlarda görüşərik. Məni izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Bu arada məni Instagramdan da izləməyi unutmayın. Orada günlük həyatımı storylərdə bölüşürəm. Bu arada bayaq dediyim kimi bu yeməyi ilk dəfə hazırlamışdıq və dadını çox bəyəndim. Bunu evdə də çalışacağım ki, hazırlayım. Yeməyimizin son görüntüsünü də sizə göstərdiyimə görə sizinlə sağollaşıram. Hələlik.